başda yeməyinə nə var? Şimdi ye, hoş olsun ye. Ye hayatım ye. Nene. Nene. Can. O zaman havra buraya. Edebilirim. Hanımlar, südlü aş, daha doğrusu süd aşı deyirik biz bunu. Süd aşı pişirəcəm. Düyünü mən ayrıca bişirirəm. Süddə elə bilirəm bişmir. Ayrıca bişirirəm xanımlar. Da yəni süd aşını hansı qabda bişirəcəm, o qabda bişirirəm, qazanda bişirirəm. Balaca qazanda. Suyu çəkiləndə süd əlavə edirəm üzərinə. Hər zaman bişirirəm, kanalımda da paylaşıram. Yəni sahur vaxtı yaxşıdır yeməyə. Elə iftarda da yaxşıdır. Deməli, bir stəkan, armudu stəkan xanımlar, yumru düyüdür. Gözüm görməsi, yumru da. Uzun olar birdən. Yumru düyüdür xanımlar. Sonra, deməli, üzərinə hardasa bir 2 stəkan su əlavə edəcəm. Qəşəng bişsin. Suyu çəkiləndə, Allah belə gördüm, dibində da qalmır. Allah belə çəkilib suyu da yanmasın da. Deməli, südü, 1 litr südü əlavə edəcəm üzərinə. 1 litr südü əlavə edəcəm üzərinə. Az ateşdə o bişəcək. Bişəcək lap belə də, yəni qatılaşana yaxın. Bir dolu çay qaşığı ya bir dolu olmayan yemək qaşığı kraxmal, nişasta. Fərq yoxdur. Kukuruz ya kartoşka. Onu da süddə ilə. Bir 2 qaşıq süddə, ya süd yoxdursa suda əlavə edirik, həll edirik, əlavə edirəm üzərinə, götürənə yaxın. Bir 2-3 dəqiqə götürənə yaxın. Sonra da altını söndürəndə də bir paket vanil əlavə edirəm üzərinə. İlk istiliyi çıxır, həmən yəni yeyəcəyimiz qablara əlavə edirəm. Yedim, elə mən də sahur vaxtı onu yeyərəm. Uşaqlar da səhər işə gedəndə yeyib gedərlər. Günayla deməli səhər duranda yeyərlər. Belə gözəl xanımlar. Xanımlar, nəyi elə yerinə düşmüşkən deyim sizə. Mən yəni sosial şəbəkələrdə görürəm, daha çox TikTokda, Instagramda. Məsəl üçün, düyünü alıb, saxlama qabına əlavə edib, məsəl üçün də xanım, o videonu paylaşan hər hansı bir xanım. Yemək bişirir, açır qapağını, saxlama qabını, düyünü əlavə edir yeməyin içərisinə. Qarabaşaqdırsa elə əlavə edir. Mərcidsə elə əlavə edir. Mən də bilmirəm, bunlar həqiqətənmi belə edirlər, yoxsa o cür videolar izlənir axı, ona görə mi elə edirlər? Yəni, hər iki halda, yəni bu bir dəhşətdir. Yəni, bu dərəcədə, nə biləm, püntülük olmaz, bu qədər nə olmaz. Yox, baxış üçün edirlərsə, o ondan da betər. Yəni, baxış üçün insan hər yola gedərmi? Bunu mən bəlkə də 10 dəfə, heç saymıram, bəlkə də 10 dəfə yudum, suyunu süzdüm, yudum, suyunu süzdüm. Düyünü yumuşam. 2 stəkan su üzərinə əlavə edirəm. Qaynamağa başlayanda biraz azaldacağım xanımlar.
Nişastanı da əlavə etdim. 2 dəqiqə qaynasın, söndürürəm. Xanımlar, söndürdüm. Artıq hazırdır. Söndürəndə vanilimizi əlavə edirik. Xanımlar, artıq hazırdır. Südlaşım. Deməli, 6 ədəd böyük qab oldu, 2 ədəd də ürək oldu. Belə. İkinci oğlumdan başqa xanımlar hamımız yeyirik. İkinci oğlum çox kaprizlidir də. O düyü şorbası da yemir, düyü içərisində olan heç bir şey yemir. Plovu yeyir, çox sevir. Amma nə bilim, dolmanın içərisində yeyir düyünü. Də toyuq əti ilə edirik. Amma ki, südlaşı sevmir, nə bilim, doğanın içində, xanımda, doğanın içərisində, yəni düyü olur da. Çox kaprizlidir də. Yəni onları yeyir, amma düyülü şorbanı yemir, sonra bu südlaşı yemir. Amma hamımız yeyirik. Xanımlar, darçın da gəzdirdim. Çox dadlı olur. Darçınla çox dadlı olur. Çox ətərli olur. Sizlər də hazırlayın. Övladlarınız noşicanla yesinlər. Yəni, sahurda da yeyə bilərsiniz, iftarda da yeyə bilərsiniz. Başla yemeği, nene var. Başla yemeği. Sen yemeğine. Başla yemeği. Sen annene bil. Yemeği. Otur ye, otur ye. Gözəl xanımlar, videonun bu hissəsindən başlayıram səsimi yazmağa. Çünki səssiz çəkmişəm. Burada mənki yeyərkən mən sizlərlə söhbət edim. Üstünüzə sağlıq xanımlar, 2 gündür özümü yaxşı hiss etmirəm. Enerjim düşüb, əfalurhayım lap düşüb. Nənəsi qurban. Mənki burada yeməklərini niyə göstərirəm? Biraz uzun göstərəcəm. Keçən dəfə bir xanım yazmışdı, özü ilk dəfə idi, rəy yazırdı. Mən təbii ki, onun cavabını verdim. Sonra xanım sildi, öz rəyini sildi. Mən düzdür skrin etdim rəyi. Amma tapa bilmədim, qalereyamda tapa bilmədim. O qədər şəkil, video var, tapa bilmədim. Tapsam əgər, yəni bura ekrana verəcəm, görün. Xanım yazır ki, bu uşaq nə qədər yeyir, gözü doymur, bu cür
gözü doymur, nə qədər yeyir, nə bilim falan filan ağlamaq işarələri qoyub ki, mənim uşaqlarım heç yemir, də belə başa düşmüşüm, iştahı yoxdur, yemir. Yəni bu ayıbdır. Təbii ki, mən cavabını verdim ki, bu dəqiqə bütün sosial şəbəkələr, YouTube daxil, necə abırsızlıqlar, necə əxlaqsızlıqlar təbliğ olunur, necə yüngüllüklər, necə səviyyəsizliklər təbliğ olunur və bəhbəhlə izləyirsiniz. İndi mən qalmışdım, indi nəvəmə söz deyirsiniz. Xanımlar, burada Məlik bir dəqiqənin içərisində o yeməkləri yemir ki, uşaq gün ərzində, indi mənim vaxtım olanda, əgər mən Məliklə məşğulamsa, çəkirəm. Tutaq ki, mənim öz işlərim var, mənim öz yəni telefonda öz işlərim var. O zaman maması Məliklə məşğul olur. Mən onu çəkmirəm ki, Məlik nə yedi, nə içdi. Mən Məliklə məşğul olduğum zamanlar Məlikin yediklərini çəkirəm və bir dəqiqənin içərisində bunları Məlik yemir ki, gün ərzində yeyir. Elə olur ki, bu gün Məlik nəsə çəkirəm, sabah da nəsə çəkirəm, onu bir videoda sizlərlə paylaşıram. O demək deyil ki, onu elə bir gün yeyib və yaxud da bir saatın içində yeyib. Və səhərdən axşama mən başa düşmürəm, bunu yazanın uşağı ac qalır, yemək yemir. Belə. Ona görə belə arda-arda Məlikin yediklərini belə çəkdim, paylaşdım ki, yəni bir də ki, xanımlar, mənim balam, nəvəm olduğu üçün demirəm. Videonun əvvəlində də qoymuşam, tezləşdirmədən görürsünüz. Uşağım necə asta-asta yeyir. Hətta maması mən deyirik ki, Məlik biraz cəld ye də, yəni asta yeyirsən, 3 saata yeyirsən. Məlik yavaş-yavaş yeyir, Məlik çox səliqəli yeyir. Sadəcə mən burada xanımla 3x sürətləndirmişəm. Yəni kanal sahibləri bilir. 2x, 3x mən sürətləndirmişəm videonu ki, da bir saat siz Məlikin yeməyini izləməyəcəksiniz ki, ona görə o tez-tez elə görünür. Yəni xanım yazıb ki, necə görməmiş yeyir? Xeyr, öz atasının qazancını yeyir, əmlərin qazancını yeyir, nənəsinin qazancını yeyir. Kimsə qazancını yemir ki, mənim uşağım çox gözəl, çox tərbiyəli, çox da səliqəli yeyir. Elə bunun özü də bir təbliğatda göstərirəm, uşaqdır. Hələ danışa da bilmir mənim balam. 3-4 dənə kəlmə danışır, amma görün necə səliqəli yeyir. Necə səliqəli yeyir. Burada yenə deyirəm, 3x mən onu sürətləndirmişəm. Hələ lap asta-asta mədəni yeyir mənim balam. Nənəsi ona qurban. Xanımlar, üstünüzə sağlıq. Biraz əhval-ruhiyyəm bilmirəm nədəndir, bilmirəm. Olur da bəzən insanda tükənmişlik olur, bitmişlik olur. Dünənlər evdən çıxdı xanımlar. Deməli, salona apardım Günayı. O apardığım salon da bağlanıb xanımlar. Xanıma zəng elədim. Dedi ki, bəs salon bağlanıb, başqa yerə köçmüşük. Elə biz alış-verişə getdiyimiz marketə yaxındır. Nəsə Günayı apardım. Mən yəni çox otura bilmədim. Özümü çox pis hiss edirdim. Dedim, ən vacib olanları mən gedim marketdən alım, gəlim taksi ilə səni buradan götürüm. Yəni getdim marketdən də burada görəcəksiniz. Belə də, yəni ən vacib olanları aldım. Halbuki alış-verişə getməliydim. Salona Günayı götürüb getməliydim. Təsəvvür edin ki, necə özümü pis edirəmsə, orada deməli kassada yığırlar, həmişə soruşurlar ki, paketə qoyaq. Mən də deyirəm, hə, qoyun da. Məndən soruşublar, mən də demişəm, yox. Yəni mən özümdə deyiləm də, bir an öncə deyirəm ki, bitsin, minim taksiyə gedim də. Sonra arabaları orada oğlan kömək edib çıxarmışıq, taksiyə çağırmışam, gəlib. Taksi deyir ki, ay xala, bunları biz necə yığaq taksiyə? Deməli, necə arabaya mən yığmışam, elə o cürdə kassada vurub digər arabaya yığıblar. Yəni bir dənə də nə almışam, nə görürsünüz, hamısı bir dənə, hamısı açıq. Bunu taksiyə belə necə yığaq? Ay Allah, bu necədir? Təzdən gəlmişəm, ora demişəm, bu nədir? Deyiblər, ay xala, biz sizə dedik, dediniz belə. Deyirəm, siz görmüşsünüz, mən özümdə deyiləm. Mən bunu bir dənə necə maşına yığa bilərəm? Təsəvvür edin də. Taksi ilə gəlmişəm, Günaygildə çıxıb götürmüşəm, evə gəlmişəm. Gəldim, 1-2 saat dincəldim, çünki gecə də yatmamışdım, gündüz də zaten gecə yatmıram, gündüz də yatmıram, ona görə çox pis hiss edirdim özümü, amma yorğunluqdan deyildi xanımlar. Biraz enerjim düşüb ona görə. Sizi negatifə yükləmək istəmirəm. Xanımlar, burada da görürsünüz, bunlar mən hər zaman gedəndə 2 dənə, 3 dənə alıram, xoşum gəlir. Bankalarını yığıram, inşallah. Yayda sağ-salamatçılıq olsa, ölməsəm, qalsam, balalarım üçün qışlıq hazırlıqlarında o bankalardan istifadə edəcəm. 3 dənə götürdüm. Birini aş bişirəcəm, birini salat edəcəm, birində ehtiyat üçün götürdüm. Ehtiyatda qalsın deyə götürdüm.
Belə gözəl xanımlar, gəldim. Təbii ki, Günay edir hər şeyi. Sadəcə mən dedim, qoy qalsın ətlər, mən qalxıb edəcəm də özüm. Soyduzda qalsın, heç şey olmaz. 1-2 saat dincəldim, sonra qalxdım, ətləri doğradım. Sonra çəkilməliləri, bəzən xanımlar sual verirlər, xanımlar, hansı ətləri ki çəkəcəm, o ətləri yuyuram. Çünki onlar videonun sonundadır, fikrimi tamamlaya bilmərəm, ona görə indidən danışam. Xanımlar, bu mozzarella pendirini mən 2 manat 50 qəpiyə alırdım, sonra qalxdı 2.60-a, keçən ayda 2.60 almışdım, indi 2.89. Hər ay qiymətlər qalxır. Həmin o ət çəkdim falan, onlar videonun sonundadır, fikrimi bitirə bilmərəm, ona görə elə indi danışıram. Hansı ki ətləri çəkəcəm, onları yuyuram. Yuyuram, aş üzərində qoyuram, suyu çəkilir, Günay da elədir. Sonra maşından çəkirəm. Belə yerləşdirdim. Sonra da şabalıt almışdım, onu təmizlədim. Əslində çox videolar çəkmişəm. Onları bu video salmadım da, yəni video uzun olmasın, siz sıxılmayasınız deyə, həm də video yüklənsin deyə. Salat hazırladım axşam. Belə. Bugün mən balaca balamın ad günüdür xanımlar. İnşallah indi sabah bu videom heç olmasa 5000 izlənsə sabaha qədər sabah paylaşarım. Olmasa o biri gün. Təsəvvür edin ki, balama xanımla tort sifariş etmişdim. Balama sürpriz edəcəkdim. Balam gecə gələndə bir dənə mən oyaq oluram da, hamı yatır. Balama sürpriz edəcəkdim. Ona görə tortu dünəndən, sırağa gün telefonla elə sifariş etmişdim dünən üçün. Dünən salondan çıxacaqdıq, alışveriş edəcəkdik. Gələndə işmel ayarlamışdım ki, rəhmətli yanım elədirdi. Bir anda bir neçə işi görməkdə. Elə ayarlamışdım ki, saat 2-də mən gəlib tortu götürəcəkdim Real Marketdən. Biz amma başqa bir marketə gedirik alışverişə. Belə. Onun da öz səbəbi var. Əslində mən Realı sevirəm. Onun da öz səbəbləri var. Ona görə başqa tərəfə gedirik. Gələndə Realdan götürəcəkdim xanımlar. Onu da ki, yəni çox tez gəldik və mən özümdə deyildim. Balama sürpriz edə bilmədim. Balam elə özü getdi, öz tortunu götürdü dünən günorta. Əslində bu gün ad günüdür. Məsələn, adətən ad günü olan gündən mən tort sifariş edirəm də uşaqların, ya Günayın hamısının. Amma balama elib ki, dünən də axşam uşağım gələcəkdi 26-sına 27-sinə keçən gecə üçün ona sürpriz edəcəkdim. Şamları qoyacaqdım, balamı sürpriz edəcəkdim. Onda alınmadı. Gəldim evə. Belə. Daha doğrusu balam gəldi, bizim qarşıladı bizi xanımlar. Balam gəldi, bizi qarşıladı, evdən durdu, gəldi. Mən zəng elədim, yəni özümü çox pis edirdim. Marketdə qalmışdım, Günayda salonda. Balaca balam özü gəldi, tam heç özümdə deyildim. Yəni balam tortu götürə bilmədik tez idi. Gəldi evə, sonra balaca balam getdi, tortu götürdü. Dedim, mama qırmada sürpriz pozuldu. Belə. Amma tort qaldı bu günə də balamla. Gün eləmirik xanımlar özümüz, amma qaldı bu günə də. Bu gün kəsdi balam günorta. Səhərdə tez durdum, yemək bişirdim. Balam yedi, qəşəng tortunu da Məliklə şamı qoydular. Deyir, ayman mən uşaq deyiləm, mən neyinirəm onu. Deməli, gedir tortu gətirməyə. Üst-üstdən tapşırmışam ki, 3 rəqəmi al. 2 rəqəmi var evdə, 3 rəqəmi al. Bir ay mama, mən neyinirəm, mən uşaq deyiləm. Mən deyirəm ki, onu da inciyəcəm də, al gətir. Balam alıb gətirib. Günorta da deyirəm ki, bəs Məliklə otur, üzüyü çəkmirəm ki, balam, əllərin düşür də. Çəkmək üçün etmirəm, zaten edirik, edəndə də çəkirəm. O da hirslənir, nəsə də bitər elədik, Məliklə şampülədilər, neynədilər, yandırdılar, mən də çəkdim, inşallah gələn videoda olar sizlərlə paylaşacağım. Xanımlar, burada da göstərirəm, bəzilərini iri doğramışam, bəzilərini balaca doğramışam. Onu da belə ayırıram falan. Digər o açıq olanı yuyuram maşından çəkməyə. Bu çox göstərirəm, burada çox qoyduğumu aş edirəm. Bugün aş edəcəm, bunu göstərdiyimi. Digərləri az-az qoymuşam, ikisi sümükdür. Məlikə şorba falan edərik. Belə, bunu yuyuram, aş üzərindən süzülsün, bunu maşından çəkəcəm. Başım qarışır, video sonuna fikrimi bitirə bilmərəm. Bu da sinətidir, xanımlar, bunu da deməli, belə də götürürəm, doğrayıram, yuyuram maşından çəkməyə. Sonra orada ciyər almışdım, ikinci oğlum yeyir onu. Onu da paketlərə qoydum, sonra çolpanı da o yeyir. Onu da doğradım. Belə xanımlar, sizlər neyinirsiniz, necəsiz?
Yəni Allah Taala canımızı sağ etsin. O sağlıqla bağlı deyil, bilirəm bəzi xanımlar yazacaqlar ki, özünüzə yaxşı baxın. Yox xanımlar, bu sağlamlıqla deyil, sadəcə əhval-ruhiyyəm düşüb, enerjim düşüb. Yəni bir çox səbəbləri var. Amma ki Allah Taala köməyimiz olsun. Ramazan ayı hər birimizin köməyi olsun. Belə. Yəni nə qədər də özüm pis eləsəm, dünənlər salat elədim balam üçün, səhər durdum. Yeməyi də hazırladım, saat 1-ə qədər hazır olsun ki, balam 2-də evdən çıxır. Yəni yesin. Burada da Məlik mənə imkan vermir, nənəsi ona qurban. Deyir, mən vuracam. Vurur, özü də qorxur. Xanım hələ əvvəllər ağlayırdı. Edə bilmirdi. Günah yapardı, həyətə mən edirdim. Yemək yapardım, həyətə günah edirdi. O görəcək, nənən sənə qurban, gör necə qorxur. Belə gözəl xanımlar. Yəni mənim balam indi yeyir, maşallah yeyir, amma da indi mənim balam çox mədəni yeyir, çox səliqəli yeyir, çox təmiz yeyir. Yenə də deyirəm, mən videomu tezləşdirdiyim üçün o tez-tez elə görünür. Belə gözəl xanımlar. Allah sizlərdən də razı olsun. İzləyirsiniz, gözəl rəylər yazırsınız. Xoş, yəni yazmaq məcburiyyətində deyilsiniz. Mütləq rəy yazmaq, fikir bildirmək məcburiyyətində deyilsiniz. Sadəcə yazırsınızsa, xoş sözlər yazırsınız. Allah sizdən razı olsun. Burada Məlik mənə imkan vermir. Nənəsi ona qurban. Çox xoşu gəlir, iş görsün, ona iş tapşıraq, nəsə verək, aparsın, gətirsin. Çox xoş gəlir. Nənəsi ona qurban olsun. Xanımlar, konfetləri də tanıyır. Hansı konfet Məlikinin, hansı konfet nənəsindir. Nənəsi ona qurban. Gətirib mənə, axşamda da burada çay içməyə, açır mənə versin. Maşını yudum xanım, maşının bir hissəsini, dəmirləri yudum, təzdən əti çəkirəm. Belə. Xanımlar, bu arada deməli Instagramda video paylaşdım da, yəni qısa video. 3 dəfə elədim, məni blok elədi. Ramazan, bir də musiqi var, Ramazan. Ona da çox əsəbləşdim. Yəni ki, nə bilim, Allahla yaxından, uzaqdan yaxınlığı olmayanlar, nə bilim, yolka bəzəyənlər, Şaxta baba neyniyənlər, hamısı həmin Ramazan musiqisi ilə videolar paylaşırlar, kəşfətə düşürlər, milyon izləmələri olur. Amma mən dindar bir xanım, mən onu öz videoma qoydum, 3 dəfə qoydum, məni blok etdi. Yəni bunlar da mənim enerjimi salır ki, niyə sanki sosial şəbəkə, yəni bu işlədənlər kimdir, onlar bilərək cəmiyyəti pozmaq üçün özləri bilir kimi ön aparmaq lazımdır. Belə xanımlar, burada da şabaldı birinci yuyuram, təmizləyirəm. Bu gün üçün saxlayıram da yanaş eləməyə. Xanımlar, videom sonlanmağa doğru gedir. Hər birinizi öpürəm. Allah amanında qalın. Allah əmanət olun. İnşallah videom heç olmasa 5000 sabaha qədər izlənsə, sabah o videomu paylaşacağım. Özünüzdən müğayət olun, gözəl xanımlar. Bu arada yağımı da əritdim. Öpürəm, hələlik.